28 may Müstəqilliyin bərpası günü ilə əlaqədar olaraq Global Star Awards mükafatlandırma mərasimi keçirilib. Tədbirdə bir çox şirkət sahibləri, mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslər, iş adamları və səhiyyə sahəsində çalışan şəxslər iştirak ediblər. Öz sahəsində uğur qazanan, fərqlənən şəxslərə və şirkətlərə mükafatlar təqdim olunub. Çox möhtəşəm idi hər şey. Ən əsası, dostlar, burada olan o həyəcan var ha. O öz mükafatını gözləyir səni, hansı dəqiqədə deyəcəklər. Onun xoşbəxtliyi, mən onda xoşbəxt oldum. Mükafat alan hər kəs özünü gözəl hiss edir, gözəl əhval-ruhiyyəsi olur. Həmçinin mən də bu gözəl mükafata görə təşəkkürümü bildirirəm burada əməyə keçən hər kəsə və sizə də təşəkkür edirəm. Mükafata MTV-nin Sənin Seçimin layihəsi də layiq görülüb. Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı Ülviyə Murtuzovadır. Bu uğur eyni zamanda MTV kanalının da nailiyyəti hesab olunur. Bu MTV ailəsinin bir uğurudur. Bu mükafata layiq gördü bizi. Sənin Seçimin layihəsi olaraq artıq bir ilə yaxındır ki, MTV kanalında yayımlanır. Mən hər zaman deyirəm, uğur qazanan insanlara kənardan diqqət və motivasiya verdikdə insanların uğur qazanmaq eşqi daha da artır. Uğurlar insana yüksəliş gətirir. Hər zaman deyirəm, uğur qazanmaq çox asandır, zirvəyə qalxmaq çox asandır. Amma zirvədə özünü qoruyub saxlamaq çətindir. Mən hər kəsə o zirvədə daima uca qalmaq arzulayıram. Global Star Awards mükafatlandırma mərasimində iştirak edən iş adamları və şirkətlər bir-biri ilə tanışlıq etmək və ortaq layihələr keçirtmək üçün şans qazanıblar. Günay Hüseynova, Çingiz Abdullayev, Ələsgər Məmmədov, MTV Azərbaycan.